Azərenerji Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Balababa Rzayev dövlətimizin başçısına yarımstansiya barədə məlumat verdi. Bu ili miqyaslı yaşıl enerji layihəsi 240 meqavat gücündə Cəbrayıl Şəfəq Günəş Elektrik Stansiyasının Azərbaycan enerji sisteminə inteqrasiyası və Səngəsal terminalının ölkənin vahid enerji sistemi vasitəsilə elektrik enerjisi ilə təmin olunmasını nəzərdə tutur. Layihə Azərenerji Açıq Səhmdar Cəmiyyəti ilə BP şirkəti arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində icra olunub. İlk mərhələ olaraq Azərenerji tərəfindən Cəbrayılda tikilən 330 kilovoltluq yarımstansiyanın bu ilin mayında Prezident İlham Əliyevin iştirakı ilə açılışı olub. Layihənin növbəti mərhələsi kimi Səngəsal terminalının bərpa olunan enerji ilə təchizatı məqsədi ilə 220, 110, 10 kilovoltluq yeni Səngəsal yarımstansiyası tikilib. Bununla da terminalda fəaliyyət göstərən qazla işləyən elektrik stansiyasının dayandırılması mümkün olacaq. Gələcəkdə Cəbrayılda istehsal olunan günəş enerjisi ölkə enerji sistemi vasitəsilə Səngəsal terminalına çatdırılacaq. Layihənin icrası nəticəsində illik təxminən 500 milyon kilovat-saat elektrik enerjisi tələbatı bərpa olunan enerji hesabına qarşılanacaq. Hər il 120-150 milyon kubmetr təbii qaza qənaət ediləcək. Karbon emissiyaları isə 260-330 min ton azalacaq. Ümumi sahəsi 6,5 hektar olan yeni Səngəsal yarımstansiyası uzunluğu 111 kilometr olan 4 yeni 220 kilovoltluq elektrik verilişi xətti ilə ölkə enerji sisteminə qoşulub. Yarımstansiyanın enerji təchizatı Cənub və Qobu elektrik stansiyaları, həmçinin 500 kilovoltluq Abşeron yarımstansiyası olmaqla 3 müstəqil mənbədən təmin edilir. Eyni zamanda buradan Səngəsal terminalına qədər ümumi uzunluğu 25 kilometr olan hava xətti çəkilib. Növbəti mərhələdə əlavə 2 hava xəttinin çəkilişi nəzərdə tutulur. BP-nin Səngəsal terminalı və Şahdəniz kompressor stansiyasının elektrik enerjisi təchizatı da bu yarımstansiya vasitəsilə təmin ediləcək. Beləliklə, hər iki strateji obyektin illik 1 milyard kilovat-saatdan çox enerji tələbatı ölkənin vahid enerji sistemi üzərindən qarşılanacaq. Yarımstansiyada qabaqcıl rəqəmsal idarəetmə panelləri, zəruri avadanlıq quraşdırılıb, SCADA sisteminə inteqrasiya təmin edilib, idarəetmə mərkəzi tikilib. Müasir texnologiyalar və rəqəmsal həllərin tətbiqi yarımstansiyanın etibarlılığı və dayanıqlığını yüksək səviyyəyə qaldırıb.